Çox adama maraqlı gələcək. Bu gün salfetkadan sabun hazırlayacağam. Bəli, sabun hazırlayacağam. Deməli, başladıq işimizə. May sabunu bax belə salfetkanın üzərindən vururuq və fen vasitəsilə quruduruq ki, tez qurusun. Daha sonra üzərinə bir salfetka qoyuruq ki, canına çəksin və qurumuş salfetkalar artıq hazırdır. 4 künt formada elədim və list kiçik formalarda doğrayacağım ki, bir qaba yerləşsin. Artıq salfetlərimizi, sabunlarımızı daha doğrusu elə doğradıq, elə paçkaladıq ki, elə bir pulu dolları paçkalamışıq, hazırlamışıq. Və budur, indi sınaq vaxtıdır. Əlimizi yuyaq, görək hələ köpülənəcək yoxsa biabır olacaq. Budur, birinci sınaqdan bir dənə sabun vərəqdən yaxşı çıxmadı. İkincisini yoxlayırıq, ikincisində əməlicə köpükləndi. Yəqin birincisinə yaxşı sabun vurmamışam. İşe yaradı. Amma mən sizə deyim ki, belə əziyyətə heç ehtiyac yoxdur. Teymur Store'da hazır sabunlar satırlar list formasında. Daha əziyyət çəkib bunu 3 saat salfetka falan düzəltməyə ehtiyac yoxdur. Belə hazır formada listlər içində çox olur. Suya deyən kimi qəşəng əriyir, köpülənir, cəmi 1 manatdır.